Salamlar hər kəsə. Bu gün 2025-ci ildə tamamilə yeni başlayanlar üçün ən yaxşı freelancer işlər hansılardır? Onun haqqında danışacağıq. Qeyd edəcəyimiz işlər sıfırdan başlayanlar üçün əla seçimlərdir. Yəni təcrübəsiz olsan belə öyrənərək dollar qazana bilərsən. Gəlin işlərə tanış olaq. Məlumat daxil etmə və veb araşdırma birinci işimizdir. Burada nə edirsən? Məlumatları Excel və ya Google Sheet-ə daxil edirsən. Saytlardan məlumatı kopyalayır, siyahılar tərtib edirsən və sadə axtarışlar aparırsan. Nə üçün yeni başlayanlar üçün uyğundur? Texniki bacarıq az tələb edir, kiçik və qısa layihələr çoxdur. Upwork-ün iş prinsiplərini öyrənmək üçün idealdır. Dəqiqlik və etibarlılıq vacibdir, amma kreativ olmağa ehtiyac yoxdur. Düzdür, məsələn, bu işlərdə rəqabət çox böyük olur, amma ilk müsbət rəylər toplayandan sonra işiniz nisbətən asanlaşır. İkinci işimiz məhsulu yerləşdirmə, e-ticarət köməkçisi. Burada Shopify, Etsy, Amazon və ya eBay mağazalarına məhsullar əlavə edirsən, qısa başlıqlar, təsvirlər yazırsan, şəkilləri və etiketləri yerləşdirirsən. Niyə bu işi asan olaraq götürmüşük? Çünki burada daha çox təkrarlanan və sadə tapşırıqlar olur. Müştərilər çox vaxt təlim verirlər, nəyi necə edəcəyinizi başa salırlar və e-ticarət sayəsində təcrübə qazanırsan, hansı ki, gələcəkdə sənin üçün də faydalı ola bilər. Üçüncü işimiz transkripsiya. Bu nədir? Audio fayllara qulaq asır və eşitdiyini yazırsan. Yəni səsdən mətnə köçürmə edirsən. Bunlar müsahibələr ola bilər, podkastlar, görüşlər ola bilər. Niyə yeni başlayanlar üçün uyğundur? Yaxşı eşitmə və sürətli yaz bacarığı kifayət edir. Təcrübə tələb etmir bir çox sifarişlər və pulsuz aplikasiyalar, saytlar işinizi asanlaşdıracaq. Növbəti dördüncü işimiz süni intellekt üçün etiketləmə, tagging, məlumat qiymətləndirmədən ibarətdir. Burada şəkil, mətn və ya məlumatı etiketləyirsən, süni intellektin cavablarını və ya tərcümələrini qiymətləndirirsən. Bu yeni başlayanlar üçün uyğundur. Müştəri təlimat və qaydaları verir, heç bir xüsusi biliş tələb etmir və 2025-ci ildə sürətlə yayılan bir sahədir. Növbəti işimiz müştəri dəstəyi, onlayn chat operatorudur. Burada müştərilərin mesaj və maillərinə cavab verirsən və sadə proqramlar üzərində işləyirsən. Yeni başlayanlar üçün ona görə uyğundur ki, şirkətlər daxili təlim keçirirlər, olmayaraq rahat işləyə bilərsən. Altıncı işimiz sənəd formatlaşdırılması və fayl dəyişdirilməsidir. CV, hesabat və ya PDF sənədlərini şablona salırsan, Word-i PDF-ə çevirmək və ya PDF-i Word-ə çevirmək və yaxud skan sənədləri yenidən yığılması tələb oluna bilər. Burada əsas məsələ, əsas tələb texniki biliş deyil də dəqiq iş görməkdən ibarətdir, düzgün iş görməkdən ibarətdir. Tapşırıqlar aydın olur və tam olaraq sənə nə etməyin lazım olduğu deyilir. Və ilkin rəy və portföy yaratmaq üçün çox gözəl işdir. 7-ci işimiz onlayn araşdırma köməkçisi. Burada internet üzərindən müəyyən araşdırmalar sizdən tələb oluna bilər və tapdıqlarını Excel cədvəllərdə və ya hər hansı bir hesabat formatında toplayırsan. Axtarış bacarığı sadəcə internetə çıxışın oldu və müəyyən qədər dil biliyin oldu. Bu kifayət edir və Upwork-da virtual assistant yazaraq bu üzrə axtarışlar verə bilərsən. 8-ci və sonuncu işimiz nədən ibarətdir? Bu sorğu və ya rəy tapşırıqlardır. Sayt, tətbiq və ya reklam haqqında rəy bildirirsən və istifadəçi testlərini tamamlayırsan. Sənə müəyyən testlər verirlər, o testləri keçərək onlara uyğun feedback verirsən, rəy bildirirsən. Burada hər hansı bir texniki biliş lazım deyil, qısa və çox tez bitən layihələrdir və feedback rəy toplamaq üçün ideal işlərdir. Nəticə etibarilə deyə bilərik ki, əgər sıfırdan başlayırsansa, bu sahələr ən real başlanğıc nöqtələridir. Onlar sənə həm Upwork sistemini öyrənməyə kömək edəcək, həm də ilkin feedbacklər, rəylər əldə edəcəksən. Uğurlar hər kəsə.